Salam, Valideyn Saatında xoş gördük. Mən Səmirə Dünyamalıyeva. Mən Rasif Dünyamaliyev. Belə bir qərar aldıq ki, ayda bir dəfə Valideyn Saatında biz təkcə mütəxəssisləri deyil, həm də valideynlərin öz mövqelərini dinləyək. Çünki bəzən ən dərin cavablar elmi biliklərdən deyil, həyat təcrübəsindən gəlir. Bugünkü qonağımız 3 övlad anası, dramaturq Esmira Eyübdur. Xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm dəvət üçün. Esmira xanım övladlarından biri bağça, biri ibtidai sinif, biri isə yeniyetmə yaşdadır. Yəni hər üç inkişaf mərhələsinin içindədir. Bu da bizə valideyn baxışından çox dəyərli mənzərə təqdim edəcək deyə düşünürəm və maraqlı söhbətimiz olacaq. Bir daha xoş gəlmisiniz. Mənim üçün maraqlıdır. Ana üçün ən çətin dövr hansı dövrdür? Bağça, ibtidai sinif və ya yuxarı sinif şagirdin anası olmaq. Bilsiz necədir? Mənə elə gəlir ki, içində olduğun dövr ən çətindir. Nə qədər ki o çətinliyin içindəsən, sənə elə gəlir ki, bu ən çətin dövrdür və bundan sonrası daha asan da olacaq. Amma hamı deyir ki, uşaq böyüdükcə problemləri də böyüyür, belə bir söz var. Mənə görə ən çətin dövr uşaq vaxtlarıdır, körpə vaxtlarıdır. Nə vaxt ki, sən ona fiziki baxımdan lazımsan və rutinlər çoxdur. Bu dövr yaxşı, daha çətindir mənə görə. Yeniyetməlik dövründə isə meydana çıxan problemlər artıq maraqlıdır. Sən ondan əməkdaşlıq eləyə bilirsən, uşaq böyükdür, söhbət eləmək mümkündür. Problemi anladaraq, bir-birinizi başa düşərək çözmək mümkündür deyə mənə elə gəlir hələ ki, belə bizdə alınır. Ona görə məncə körpə vaxtları çətindir. Esmira xanım rahatdır ona görə. Məsələ ondadır ki, məsələn, çox adam üçün o uşağı ilə danışa bilməyən analar var da. Məsələn, onlar üçün əslində böyüyəndə çətin olur. Niyə? Çünki o fiziki məsələlər ki, gətir-götür işidir də. Yəni durdu, yeməyin ver, yatdı, üstünə bax. Və bəzən o dövrdə dəstək də ala bilirik. Dəstək, nə bilim, bacı, dayə və s. Amma məsələ ondan ki, sonra gəlir məsələn 13 yaşı, 12 yaşı uşaqla danışa bilmir. Yəni məsələn atalar bunu daha bu problem atalarda əksinədir. Məsələn indi siz deyirsiniz ki, mənə asandır danışa bilirəm uşaqla da. Atalar danışa bilmir axı. Yəni məsələn sizin yerinizdə məsələn yoldaşınız olsa o deyəcəkdi ki, mənim üçün indi çətindir də məsələn yaşı çətin. Necə düşünürsüz yoldaşınız üçün hansı yaş dövrləri çətin olub yoxsa eyni fikirdəsiniz? Məncə kişi üçün eynidir. Kişilərin çox sevdiyi o mağara dövrü söhbətində qadın ocağı qoruyur, kişi ov dalınca gedir deyə kişi uşağının daha az ünsiyyətdə olur. Və əgər adam ünsiyyət tapa bilmirsə, körpə vaxtında da ona çətindir. Səbirsizdirsə, körpə vaxtında da onun yaş krizləri var, o dönəmi atlatmaq çətindir. Yəni səbir, hövsələ tələb eləyir. Böyük yaşda tutaq ki, əgər köhnə kişilərdəndirsə, ata düşünür ki, mən belə dedim, necə oldu, uşaq etiraz edir və onun etiraz haqqı varmı, yoxmu? Görürsünüz, hələ Rasif müəllim peşəkar dost olan ata tiplərindəndir. Bu necə etiraz eləyə bilər? Yəni, mənə elə gəlir kişilər üçün eyni dərəcədə çətindir hər yaş dövrü. Həm də kiçik yaş dövrünü çox adam niyə asan hesab edir? Mən bir çox valideynlərlə də ünsiyyətdə olanda kontrol altındadır. Yəni uşağın ehtiyaclarını ananın və ya atanın özü müəyyən etməsi daha asandır. Yəni bilir ki, rejimi necədir, rejimə uyğun davranır, acıbdır, yatmaq vaxtıdır, nə izləyə bilər. Amma yəni, biraz böyüyəndə mühit müəyyən edir, dostlar müəyyən edir. Uşaq vaxtı biraz kontrolumuzdan çıxır. Uşaq tamamilə səndədir də. Nə istəyirsən, yəni uşaqla bağlı qərar verə bilirsən. O baxımdan məndə məsələ biraz necədir? Tamamilə məndədir, nə istəyirəm, həqiqətən daha çox mən qərar verirəm. Amma uşağın istəklərinə də dinlədiyimə görə, qulaq asdığıma görə mənim üçün onunla əməkdaşlıq eləmək körpə yaşında, xüsusilə kriz dövrlərində çətindir. Və bu iş, o gətir-götür işi, Rasim mənim dediyi kimi daha çox rutindir deyə, burada biraz maraqlı deyil. Amma böyük yeniyetməklə olan problemlər, ünsiyyət, bu maraqlıdır. Özün də araşdırırsan və nə qədər yeni şey öyrənirsən. Uşaq böyüdükcə sən də onunla
onunla bərabər Və nəticəni görə bilirsən, nəticə göz qabağındadır. Başqadır da. İndi sizin məsələn yeniyetmə övladınızın hər addımı sizin üçün bir hekayə kimi bax. Siz də ona, yəni siz onu təcrübə olaraq toplayırsınız, öyrənirsiniz bir növ. Amma hər kəs belə baxa bilirmi? Yəni məsələn o övladınızda baş verən dəyişiklik, övladında baş verən dəyişikliyi hər bir ana, ata izləyə bilirmi və ondan bir nəticə çıxara bilirmi? Yəni fərqindədirmi nə dəyişikliklər olur? Çox güman ki, problemlər onda baş verir. Əslində fərqində ola bilmirlər. Mənə bir məqam maraqlı oldu. Siz deyirsiniz ki, böyük yaşlı ilə daha maraqlı olmağa başlayır. Çünki hər yeni etapı uşaqla birlikdə ana da kəşf edir. Mən də o analardanam. Bu müddətdə düşünmürsünüzmü ki, artıq bağça dönəmini, 0-6 yaş dönəmini 2 böyük uşaqla keçdiyinizə görə balacaya o dönəmdə onlara verdiyiniz o ilk marağı ötürə bilmirsiniz ana kimi. Bu varmı? Yoxdur. Niyə yoxdur Səmirə xanım? Çünki mən özümü çox o baxımdan balansı qorumağa çalışıram. Çünki mən nəyisə Nurcan üçün eləmişəmsə, tutaq ki, Nurcanı gündə 2 dəfə həyətə çıxardırdımsa, mən çalışıram ki, Teymuru da 2 dəfə çalışmışam deyəndə bunu eləmişəm. Məsələn, Teymurun çox maraqlı bir hobbisi var idi. O sevirdi ki, tanımadığımız binalara girib liftlə yuxarı çıxırdıq, sonra piyada bir mərtəbələrə düşürdük və ya piyada qalxırdıq 9-cu və ya daha yüksək mərtəbələrə. Bunları, yəni onun maraq dairi. Nurcanı həyətdə oynamaq maraqlı idi, ondan həyətdə oynayırdım. Teymura maraqlı idi liftləri gəzmək, binaları gəzmək, ondan binaları gəzirdim. Mahmuda da maraqlı olan sferada ona da sərf eləyirəm. Yəni bilirsiniz, mən uzun müddət uşaqlara görə işdən uzaq düşdüm və onlarla məşğul olmağı seçdim deyə mənə elə gəlir ki, mən bu balansı saxlaya bilirəm. Esmirə xanım, bir evdə 3 fərqli yaşlı övlad, onlar arasında qısqanclıq, müqayisə, fərqlər olurmu? Siz bunu necə tənzimləyirsiniz? Mən elə bilirdim ki, mənim uşaqlarımın arasında qısqanclıq ola bilməz. Çünki mən dediyim kimi işi, karyeranı, hər şeyi kənara atdım və ancaq uşaqlara həsr elədim özümü. Birini yanağından öpürəmsə, mütləq o birisini də yanağından öpməyə çalışıram ki, bu balansı saxlayım. Amma müşahidələr onu göstərir ki, uşaqlar arasında qısqanclıq var. Və necə çalışıram? Məsəl üçün bizdə Teymur qalaların fanatıdır, sevir qalaları. Biz onunla 2 yaşdan kartlarla qalaları öyrənmişik. Bilmirəm, yaxşı iş görmüşəm yoxsa pis iş görmüşəm. Biz indi bir düşmüşük qalaları gəzirik. Rayonlarda qalaları tapıb izləmişəm bir neçə dəfə. Çox maraqlıdır. Nurcan deyir ki, niyə biz Teymurun sevdiyi yerlərə gedirik, məsəl üçün. Mən onda belə çalışıram ki, qızım, yaxşı, onda sən nə istədiyini de, Teymurun məsələn bəlli bir istiqaməti var. Mən artıq bilirəm ki, Teymur təqribi memar olacaq. Nurcanı da bilirəm incəsənət adamı olacaq. Amma xüsusi istiqaməti olduğunu hələ müəyyənləşdirə bilmirəm, hansı istiqamətə gedəcək. Yəni mən onlara demirəm, sən olacaqsan memar, sən sadəcə müşahidələrimə görə təxminlərimdir və mən o istiqamətdə onlara dəstək olmağa çalışıram. Dünya görüşlərini o istiqamətdə daha çox zənginləşdirməyə. Deyirəm ki, qızım, yaxşı, sən də onda müəyyənləş, biləksən hansı istiqaməti seçirsən. Gəl biz sənin sevdiyin məşğuliyyətlərlə də məşğul olaq, ailəvi. Yəni çalışırıq ki, ailəvi keçirdək, əməkdaşlıq eləyək bir-birimizə. Mənim ən böyük arzum bir valideyn kimi bir sualı qoyub o birinə keçirəm. Uşaqlarımın arasında möhkəm bağın olmağıdır. İstəyirəm ki, onlar bir-birini hər məsələdə dəstəkləsinlər və düşünürəm ki, bu yalnız bərabər xoş zaman keçirməklə bu bağlar yaranır və ona görə məsəl üçün hansı qalaya gediriksə çalışıram hamımız, üç uşağın üçü də getsin. Belə məsələn tənzimləməyə çalışıram və ya böyükləri nənəmizdən dəstək istəyirik, balacanı qoyuruq nənənin yanına, böyüklərə maraqlı ola biləcək yerə gedirik. O zaman da Mahmudun vaxtını səmərəli keçirmək üçün Mahmudun sevdiyi hər hansı bir oyuncaqmı və ya məsəl üçün bağda ev heyvanı, itlə oynamağı xoşlayır. Yəni ora nənəsinə veririk, nənəsinə əmanət eləyirik, böyüklərlə elə zaman keçirdirik. Çalışıram belə tənzimliyim. Bilmirəm nə dərəcədə alınır. Yəni mükəmməl alınmır, çünki o qısqanclığı görürəm ki, var. Amma hər halda mən çalışıram ki, bunu tənzimliyim. Esmə xanım, mənə çox maraqlıdır. Məsələn, siz təhsili necə görürsünüz? Yəni sizin üçün təhsil nədən ibarətdir, nədir?
Nə anlamda? Yəni məsələn elə anlamı təhsil anlamında. Yəni uşaqlarımın hansı istiqamətdə? Yox, yəni təhsil sizin övladınız, məsələn indi məktəbə gedir də övladlarınız, yaxud da bağçaya gedir. Məsələn, siz indi o uşaqların aldıqları təhsili düşündüklərinizlə üst-üstə düşürmü, yoxsa siz fərqlimi düşünürsünüz? Fərqli bir çalarmı istəyərdiniz ki, olsun? Yəni indiki təhsil, yəni uşaqların məruz qaldığı o öyrənmə prosesini fərqlimi düşünürdünüz, yoxsa indi sizi qane edirmi bu? Mən istərdim uşaqlar daha əyləncəli mühitdə təhsil alsınlar. Çünki yenə də öyrənmək oyundan, uşaq üçün öyrənmək oyundan keçir, toxunmaqdan keçir. Mən onların əylənərək, məsələn, Teymura mənim özümün öyrətdiklərimi, Nurcana özümün, Mahmuda öyrətdiklərimi oynayaraq öyrətmişəm. Məsəl üçün Teymur 4 yaşında hərfləri bilirdi, amma biz ondan hərfləri oturub yazmamışdıq. Puzzle hərflərlə bir-bir bu hansıdır, M, Mahmud, T, Teymur, belə oyun şəklində biz onları öyrənirdik. Çox istərdim ki, məktəbdə də, amma bu mümkün deyil. Yəni hələ ki mən bunu görməmişəm, realda görməmişəm, mümkün olduğunu. Bizim məktəblə, bizim yaşadığımız məktəblə, məsələn, indiki uşaqların məktəbi sizcə nə fərqi var? Yəni siz nə hiss edirsiniz? Bizdə daha çox ciddiyyət var idi, müəllimdən qorxmaq məsələsi var idi. Uşaqlar indi müəllimdən qorxmurlar və əslində valideynlər də onları müəllimdən qorxmamağa, necə deyim, ürəkləndirirlər. Bu məsələdir. Mən elə gəlir müəllimdən qorxmamaq, müəllimə hörmət eləmək, müəllimə sevmək əslində daha yaxşıdır. Bu mühit daha yaxşıdır düşünürəm. İsmir xanım, evdə sizdə yox sözü səslənirmi? Nə formada səslənir? Bu yoxu kim deyir daha çox? Hər üç uşaq yoxu hazırdırmı? Hazır. Bilirlər ki, bizdə məsəl üçün yox oldu mu, uşaqlar bilirlər ki, artıq bu yoxdur. Bunu ikinci, üçüncü dəfə gəlib nəyisə istəməyi, başqa... Nurcanın variantları var, o yəqin gələcək xanımdır deyə, Nurcan gəlib biraz... Yox, birincidir. Həm birincidir, həm qızdır, həm də yeniyetmədir. Yəni bunlar hamısı rol oynayır. Nurcanın biraz cəhdləri olur, amma o da bilir ki, hansı tərəfdən sonra, hansı sərhəddən sonra o cəhdlərin mənası yoxdur və sadəcə çəkilir kənara və taleyi ilə barışır, belə deyim. Amma yox səslənir. Daha çox mən daha çox yox deyirəm. Atalarında biraz zarafatca ailəmizdə bir söz var. Papanın yox knopkası işləmir. Elə bu papadan da danışmışkən, sizin ailədə atanın rolu nədən ibarətdir? Ümumiyyətlə ailələrdə atanın rolu nədən ibarət olmalıdır? Ailə, ata, ana və uşaqlardan ibarətdir. Atanın da, ananın da rolu bərabər formada ümumi vacibdir. Yəni ata arxadır, dayaqdır, atanın məsləhətinə, atanın göstərdiyi yola ehtiyac var və bizim ailədə də bu qorunur. Yəni mən şəxsən bunun tərəfdarıyam, çünki mən düşünürəm ki, mənim bugünkü özgüvənimin, mənim bugünkü düşüncəmin, hər şeyin arxasında anamla bərabər atamın mənə verdiyi sevginin böyük payı var və atanın rolu mütləqdir, vacibdir. Mənə çox maraqlıdır. Esmir xanım, yaxşı, məktəb dedik. Çox yüngül keçdiniz məktəbin üzərində. Mən başqa şey gözləyirdim. Bəs davamı necə görürsünüz? Yəni məsələn övladlarınızın məktəb pilləsindən sonrakı periodunu necə görürsünüz? Yəni məsələn siz də klassik Azərbaycan valideyni kimi ali təhsil, yəni hazırlığa qoymuşaq universitetə girsinmi düşünürsünüz? Mən uşaqlarıma həmişə deyirəm ki, istəyirsiniz bərbər olun, amma bərbərlərin bir nömrəsi olun. Mənim arzum budur. Mənim üçün önəmli deyil. Mən məsələn istəmirəm uşaqlarım həkim olsun, heç biri. Mən istəyirəm ki, uşaqlarım sevdikləri işlə məşğul olsunlar və əminəm ki, sevdikləri işlə məşğul olsalar birinci olacaqlar. Çünki mən bilirəm ki, mənim uşaqlarım bacarıqlıdır, istedadlıdır və mən onlara bacardığım qədər onların sevdikləri, lap bərbərmi, aşbazmı və ya lap həkimmi, nə qədər mən istəməsəm də olmaq istəsələr, mən bacardığım qədər sonuna qədər onlara dayaq olmağa çalışacağam.
Hər zaman mütəxəssislər də deyir ki, uşağın tək valideyni ata-ana deyil, eyni zamanda onların münasibətidir. Heç olubmu ki, uşaqların yanında mübahisə etmisiniz, dalaşmısınız və sonra bu necə belə deyək, sirayət edib uşaqlara? Bu haqqda danışmaq istəyirsinizmi? Uşaqların yanında bir dəfə Nurcan balaca olanda səs tonumuz yüksəlib və salam onunla da bitib. Heç vaxt biz uşaqların yanında. Onu mən təvazökarlıqdan uzaq olsa da onu mən tənzimləyirəm. Çünki məna görmürəm. Yəni o da hirsli olanda, mən də hirsli olanda deyirəm ki, yaxşı, biz bu mövzunu sonra müzakirə eləyərik. Danışarıq, müzakirə eləyərik. Yəni məna görmürəm bizim indi yüksəlməyimizə, uşaqların buna şahid olmağına. Uşaqlar da uşaqlara da deyirik ki, məsəl üçün papa da mama da hirslidir uşaqlar. Siz onlar oynayasınız, biz sonra sizlə söhbət eləyərik və ya nə bilim bərabər oynayarıq. Belə. Yəni onların yanında mübahisəmiz Nurcanın heç yadında deyil. 2 yaşı var idi. Belə. Çox yaxşı təcrübədir. Biz ayda bir dəfə ən azından uşaqlar da gəlir barışdırır. Uşaqlar da barışdırmağa çalışır. O da yaxşı. Hətta ədalətli surətdə kimin haqlı, kimin haqsız olduğuna bizə bir məhkəmə qururlar. Yəni o da bəlkə gələcəkdə bizdə oldu, çünki əksər vaxtı cəzasını mən çəkirəm. uşaqlar ədalətli olur da. Yəni ədalətli olmaq kişilərin həmişə səbəb olmaz. Bilirsiniz, uşaq həmişə sözün düzün deyirlər də. Bunu atalarımız deyir. Biz bəzən uzaq yol gedəndə bu tip oyun oynamağı sevirik. Məsələn, son zamanlarda bir-birimizdə bəyəndiyimiz 3, 2, 1 fərq etməz də ən yaxşı xüsusiyyət və ən pis xüsusiyyət. Bu həm uşaqlara düşünməyə vadar edir və burada ədalətli oluruq da. Yəni hamı haqqında deyirik. Mənim də haqqımda deyilir, ata haqqında və hər üç uşaq bir-biri haqqında. Birdən biri cığal olur, dava eləyir yol boyu ki, yox mən elə deyiləm, səhv başa düşürsüz və bir məhkəmə qurulur sanki. Və həm gülməli, həm də düşündürücü bir mənzərə ortaya çıxır. Mənə bir şey maraqlıdır. Yəni son dövrlər Azərbaycan cəmiyyətində böyük ailədən imtina gənclər arasında çoxalır. Yəni bizim bir dəyər var da, yəni hətta son 20 ilə qədər yəni kiçik uşaq mütləq ata-ana ilə yaşamalı idi. Evdən gedən böyük uşaq olurdu. Yəni əsasən belə bir qayda vardı. Son dövrlər hətta artıq regionlara da baxanda görsən şəhər indiyəki şəhərləşmə təsiri, urbanizasiya və s. Artıq rayonlarda da bu tendensiya baş verməyə başlayır ki, yəni ata-ana ilə ayrı yaşamaq məsələsi. Ona görə mənə maraqlıdır. Esmira xanım və əlbəttə ki, yoldaşınız da onun da mövqeyini bir növ səsləndirəcəksiniz. Böyük ailə ümumiyyətlə sizin üçün kimdir? Və bu məsələyə necə baxırsınız? Yəni bu adəti qorumalıyıqmı, yoxsa dayandırmalıyıqmı və s. elə? Bu individual məsələdir. Hər ailənin, böyüyünün xarakteri, ora gələn gəlinin xarakteri, bu məncə individualdır. Yəni bunlar insanlar bir-biri ilə dil tapmır. Əslində dil tapsalar yaxşıdır. Ya fərqli evlərdə olsa belə, qaynananın gəlinə, gəlinin qaynanaya münasibəti doğma olmalıdır. Amma təcrübə göstərir ki, bu həmişə belə olmur. Əksər vaxt doğmalıq olmur. Çünki ortada çox qiymətli bir varlıq var. Onu paylaşa bilmirlər. Mən bəzən məsələn bir şey deyə bilmərəm bu məsələdə. Niyə deyə bilmərəm? Çünki çox təəssüf ki, mən qaynanamı görməmişəm. Mənim qaynanam tez vəfat eləyib. Amma Allah ölənlərinizə rəhmət eləsin. Amma mən həmişə düşünürdüm ki, mən qaynanamla bərabər, mən ondan yemək bişirməyi öyrənəcəm ki, məhz həyat yoldaşımın sevdiyi tamlarda təəssüf ki, bu qismət olmadı və mən belə danışanda digər qızlarla, qızlar mənə belə necə deyim, maraqla baxıb deyirlər ki, sən neçə il qaynanayla yaşamısan ki, sən belə, yəni sənin belə el arasında söz var, ağzın isti yerdədir, yəni sən bu barədə fikir deyə bilməzsən. Amma düşünürəm ki, xarakterə bağlı bir məsələdir. Xanım, ana və gəlin əgər dil tapa bilirlərsə,
bunun çox müsbət cəhətləri var. Məsələn, işləyən ana üçün qaynananın evdə olmağı dəstəkdir, çox böyük dəstəkdir. Çətindir. Uşaqla həyətə çıxırsan, birini məktəbə aparsan, birini bağçadan gətirirsən, evdə yeməyin, isti yeməyin olanda bu çox gözəldir. Amma yəqin bunun psixoloji tərəfləri də var ki, hansıları ki mən yaşamamışam, təcrübəm yoxdur deyə deyə bilmərəm ki, yox, bunun nəyi pisdir ki, qoy bir yerdə yaşasınlar. Yəni mən bu məsələdə mənə elə gəlir fikir sahibi olmağa haqqım yoxdur. Maraqlıdır. Esmə xanım, uşaqlar bizə bir şeylər öyrədirlər də. Siz ana olandan sonra ana olmağın sizi necə dəyişdiyini düşünürsünüz? Mən Nurcana mənim müəlliməm deyirəm. Niyə Nurcana deyirəm? Çünki Nurcan birinci idi, hər şeyi Nurcanla öyrənmişəm. Özünə də deyirəm ki, sən mənim müəlliməmsən. Nurcan məni çox dəyişdi. Nurcan məni məsuliyyətli elədi. Nurcan məni diqqətli elədi. Nurcan məni müşahidəçi elədi. Nurcan mənə elə gəlir, mən səbir yiyəsi olduğumu mənə göstərdi. Çox müsbətlər gətirdi həyatımıza. Uşaq ümumiyyətlə hər uşaq özü ayrıca bir hekayədir. Hər uşaq özü bir elmi işdir, öyrəniləsi, vərəq yeniliklər gətirəsi bir varlıqdır. Yəni çox şey dəyişir insanda uşağın həyata gəlməyi. Bəzi analar və çox istərdim ki, analar uşaqlarını özləri böyütmək imkanı olsun. Hər ananın o lüksu yoxdur ki, uşaqla yəni işə çıxmaq məcburiyyətindədir. Amma uşaqla özün məşğul olanda və onun hər mimikasından onu tanımağa başlayanda, yəni yarı sözdən, bu onsuz da analar təbii ki, uşaqlarını tanıyırlar. Amma birəbir uşağı, yəni hər saniyəsini gözünün qabağında böyüyən ananın uşağı tanıması ilə işləyən ananın uşağı tanıması və uşağa verdiyi uşaqdan aldığı enerji və emosiyalar fərqlidir mənə görə. Ola bilər yanım. Amma sizə bir şey deyim, analar da fərqlidir, xanımlar da, qadınlar da fərqlidirlər. Amma mən bir çox ana tanıyıram ki, evdə qalıb uşağına baxdığı üçün, belə deyək də, təbii ki, ana kimi qürurlanır, övladını sevir. Amma zaman-zaman özgüvənsizlik deyir, yaranır məndə və ya başqa işləyən xanımlara baxanda bir köks ötürmək yaranır. Düşünür ki, ailə qurdum, elə həyat bundan ibarətdir. Uşaq, ev və o dediyimiz rutinlər və bu müddətdə anan özü yoxdur mərkəzdə və ana mərkəzdə olmadığı zaman biz bilirik ki, bu nələrə fəsad açır da. Yəni o uşağa da qarşı artıq istəməsə də şuuraltı günahkar kimi baxır. Yəni ana özünü ikinci plana keçirdir, önə uşağı qoyur. Yəni hətta indi sonrası da var da bunun. İndi davamı var. Məsələn İsmail xanım onu dedi, davamını demədi. O uşaqları özünə çox bağlayandan sonra o uşaqlar da ondan ayrıla bilmir. Yəni və uşağın özündə güvənsizlik yaranır. Doğrudur. Və yaxud da boş, içi boş, tərifə dayalı özgüvən ortaya çıxır. Yəni biz bunu sonradan fəsadların cəmiyyətdə görürük ki, tabesizlik, ərköyünlük, məsuliyyətsizlik və s. bu artmağa başlayır. Həm də sizin ailədə 3 uşaq var deyə, onlar bir-biri arasında istər-istəməz o bayaq danışdığımız qısqanclıqda, mübahisədə, belə deyək də, sərhədində normaldır, olmalıdır. Çünki insandılar onlar və bir-birini tanımağa, hamı toxunmağa çalışır. Bunu sərhəd harda başlayır, harda bitir. Amma o tək uşaqlı ailələrdə buna istər-istəməz bir mühit lazımdır. Bir də ana dediyiniz kimi hər övladını tanıyırsa, biri lifti çıxıb düşməyi, biri həyətdə oynamağı, biri qalaları kəşf etməyi belədirmi? Biz çox vaxt nə görürük? Ana girir mətbəxə, yeməyini hazırlayır, evini təmizləyir və burada evinin qadını, evinin dəstəkçisi rolundadır. Amma ana hissəsi orada yenə də dəstək rolundadır, yedirtmək və yatırtmaq rolundadır. Bu zamanda önə çıxır. Mən sizlə tamamilə razıyam. Sizin dedikləriniz o zaman baş verir ki, ana balansı pozur. Yalnız analığa köklənir. Amma ana unutmayanda ki, ana həm anadır, həm xanımdır, həm də bunun sosial, mən məsələn uşaqlar dünyaya gələnə kimi çox aktiv sosial fəaliyyətim var idi. Sadəcə uşaq dünyaya gələndən sonra seçim eləmək, ya uşaq, ya iş. Çünki bizim işimiz elədir ki, mən səhər çıxıb axşam gəlirəm, bəzən ola bilər ki, həftəylə evdə olmayım. Mən bu templə uşağıma lazımi qayğını göstərə bilməzdim. Ona görə mən uşağımı seçdim. Amma
mən özümü inkişaf elətdim. Yəni mən uşaq yatanda bir kitab oxuya bilərəm Bəli. və ya bir filmi izləyə bilərəm. Məsələn, və müəyyən zaman əslində mən 3 yaşdan sonra uşağın işə çıxmağı planlayırdım. Sadəcə növbə digər uşaqlara gəldi deyə. Hə, ardıcıllıq və mən 10 il işdən uzaq düşdüm. Amma məsəl üçün indi balacamın 4 yaşı olacaq yanvarda. Yavaş-yavaş işə qayıdıram və uşaqlar da görür ki, mən yalnız xörək bişirib, ay uşaq onu eləmə, gəl bunu oynayaq deyən adamdan ibarət deyiləm. Mən həm də məsəl üçün ingilis dilim yatıb, ingilis dilimdən indi kursa gedirəm. Qızımın bu vaxta kimi ingilis dili öyrənmək həvəsi yox idi. Mənim ingilis dilinə məşğul olmağımı görür və o mənə gəlir, düzəlişlər eləyir. Baxıram, mən də deyirəm, nə yaxşı, çox sağ ol ki, sən bunu mənə dedin filan. Motivasiya olur, o da gedir, öyrənir. Yəni, əgər ana balansı qorumursa, çox haqlısınız, elə olur. Amma ana unutmamalıdır ki, mən bəlkə də elə yatardım evdə. Amma baxıram ki, o boşluğa düşəcək sonra uşaqlarım. Elə uşaqlarımın xətrinə, uşaq həm də insanın həyatına bir motivatordur. Uşaq var deyə mən özümü inkişaf elətdirirəm ki, mənim qızım gələcəkdə mətbəxdən çıxmayan bir ana obrazı ilə özünü necə deyim, nümunə götürməsin. Tək mətbəxə bağlamayaq da, bir də salondan çıxmayan ana modeli var da indi də. Yəni yox, siz məsələn bu ciddi bir problemdir. Biz nə mənada? Baxın, bir analar var, evdədir və mətbəxdən çıxmır, seriala baxır və bu öz qızına da, oğluna da bu nümunə olur. Bir analar da var ki, o uşaq dayədədir, evdədir, o uşaq ümumiyyətlə ana ilə əlaqəsi demək olar ki, yoxdur və o ana bütün günü o salondadır, kosmetologdadır və s. və ilə axır. Yəni bu özü də səhv nümunədir. Çünki bax, çox yaxşı bir yerə toxundunuz. O bir ananın bir rolu məsələsi var da, bir rolun üstünə, yəni bu tək kişiyə də aiddir. Kişi, mən pul qazanıram, mənim rolum bununla bitir dediyin anda, yəni sənin oğlun da sonra səni nümunə götürür və o da sabahları o ailə ola bilmir. Və bu gün boşanmaların görürsüz həddindən artıq artmağa başlayır. Çünki niyə? Ata başqa o boşananlar bilirsiniz kimdir? 30 il əvvəlki uşaqlardır. Və onlar atalarının 90-cı illərə düşən modelini görüblər. Yəni o modeldə nə idi ata? Yeniyetmə dönəmi ora düşüb. Orada ata çöldə idi, işləyirdi, pul qazanmaqla məşğuldur. Və indi də həmin kişi onu eləyəndə, amma indiki model dəyişib axı. Övladlar da dəyişib və qadınlar da başqadır. Və o onu qəbul etməyəndə gəlir disbalans yəni. Yəni nümunə olaraq bəli, haqlısınız. Eyni evin içində hətta siz işləməsəniz belə yaxşı bir nümunə yarada bilirsiniz ki, mən ictimai həyatdan da çəkinmirəm, məktəbin ictimai həyatına da qoşuluram, sosial fəaliyyətə də qoşuluram, öz üzərimdə də şəxsi inkişafla da məşğul oluram. Bunu nə dərəcədə eləyirlər, bu başqa sualdır. Amma məsələn sizin nümunədə bu yaxşı nümunədir ki, bunu eləyə bilirsiniz. Mən efirimiz də sona yaxınlaşır və bir son sual vermək istəyərəm Esmira xanıma. Bəs xanımlar özünə vaxt tapmaq, enerjisini bərpa etmək üçün, yəni bax bu yax rollardan danışdıqda, sadəcə həyat yoldaşı rolu, bir sosial bir vətəndaş məsuliyyəti var, o başqa ana rolu və bir çox övlad rolu, bayaq ana atanızın sizə verdiyi sevgidən bəhs etdiniz. Yəni rol çoxdur da və mən hamı razılaşar, düşünürəm Rasif də razılaşar ki, bir qadına biçilmiş rol daha çoxdur da. Yəni və bu niyə elə düşünürsünüz? Sadəcə kişilər qəbul elətdirib ki, onların bir rolu var ancaq. Yəni altı bazar şeydi, uşaqları gəzməyə, restorana aparan icazə verin. Bir də istəməzdim belə mübahisəyə girişək. İcazə verək bir dənə bir şey deyim, mən özümlə danışacağam. Və məncə bütün xanımlar da buna qoşulacaq. Mən də çalışıram, həyat yoldaşım da çalışır. Okey. İkimizin də iqtisadi rolu var. Mən anayam, o atadır. Nə gözəl və ikimiz də məsuliyyətimizi dərk edirik. Amma uşaq diş həkiminə getməlidir. Misal, mən
işdəyəm və mən ona yazsam ki, uşağın diş məsələsini həll elə, deyəcək nə diş, həkim kimdir, hardadır, nömrəsi nədir? Mən demək ki, sürücüyə yığıram və ya onu dəstək alıram, dayısından soruşuram, vaxtın varmı? Təzədən uşağa soruşuram ki, cədvəlin qrafikin necədir? Təzədən həkimə yazıram, ay həkim sənin vaxtın varmı? Təzədən övladıma geri dönüş edirəm. Sənin ondan vaxtın tutuşurmu? Çünki bu məlumatlar sizdə toplanır. Niyə sizdə toplanmır əgər eyni bərabər hüquqluyuqsa? Niyə hər axşam bir qadın düşünməlidir ki, onun evində bugün axşam yeməyə nə olacaq və bütün ev xalqı nə yeyəcək? Bu yemək ola bilsin xanım özü bişirir, ola bilsin dəstək alır, köməyi var. İşləyən xanımlardan da danışıram. Lap kömək aldığına da tapşırığı o verir, menünü o hazırlayır, bazarlığın siyasını o tutur və kişi hardadır burada? Mən də deyirəm ki, bu məlumat, o həkim nömrəsi, digər nömrəsi bu sizdə toplanıb deyə, yəni məcbur indi onun koordinasiyası sizdədir. Bizdə necə toplanıb ki, məcbur qalmışıq toplanıb. Başa düşürsünüz, əgər siz bu məlumatların yarısını üzərində... Baxın, mənim tanıdığım, belə deyim də, dostlarım var, o məlumatlar onda toplanıb. İstisnalar var. Yox, bilirsiniz, indi o məsələləri o koordinasiya eləyir. Yəni burada yenə eyni şeyi, sürücüyə məlumat verir, həkimlə randevu alır, sürücü uşağı götürür, aparır həkimə. Yəni burada koordinasiya məsələsidir. Bəli, bu sizi narahat eləyirsə, siz o məlumatları ötürə bilərsiniz həyat yoldaşınıza ki, o həll eləsin bunu. Amma ümumilikdə bu koordinasiya məsələsidir. Bu sırf texniki məsələdir. Rəsməm, icazənizlə Esmirə xanım sualımızı cavablasın ki, qadın enerjisini bərpa etmək üçün nə etməlidir? Bir onu da cavablayar. Tükənəndə və əlbəttə ki, tükənmək məsələləri olur. Tükənəndə sadəcə özümə vaxt götürürəm, mən öz кейsimdən danışım. Məsəl üçün, mən televizorun, kompüterun filanın əleyhinə olduğuma görə uşaqlara saatla limitli verirəm. Amma görürəm ki, artıq gücüm çatmır. Ya kompüteri vermirəmsə, rusların bir sözü var, atvirqayış, predlaqay. Nəsə təklif eləməliyəm onlara. Onda resursdur. Görürəm ki, mən bugün o resursda deyiləm. Məsəl üçün, bugün uşaqlar sizin kompüter haqqınız var, televizor haqqınız var. Mən özümə biraz nəfəs üçün vaxt götürürəm. Baxıram ki, nədə problemim var planlamamda, niyə bu qədər tükəndim, refresh olmaq üçün nə etməliyəm, onları düşünürəm və yenə təzədən döyüşə atılmaq məcburiyyətində olduğuma görə atılıram döyüşə. Məsələ belədir. Təşəkkür edirəm. O zaman bugünkü efirdən də, söhbətdən də məlum olur ki, evin idarəçisi sevgidir. Bəzən evin sakitliyini bir cümlə qoruyur, bəzən bir baxış. Ana evi sevgi ilə idarə edirsə, qaydalar daha təbii, sərhədlər daha qəbul edilən olur. Ən əsası isə uşaq görür ki, ana və ata bir komandadadır. Uşaq o evdə özünü təhlükəsiz hiss edir, çünki sevgi və ədalət onun hər gün duyduğu havadır. Təşəkkür edirəm bir daha qonağımız olduğunuz üçün. Bugün bir daha çox övladlarınıza sarılın, onları çox sevdiyinizi bildirin. Gələn proqrama görüşənədək sağlıqla qalın. Sağ olun.